Salam aleykum değerli izleyiciler. Bugün size güzel bir həyətyanı torpaq sahəsinin təqdimatını etmək istəyirəm. Həyətyanı torpaq sahəsi Balakən rayonu Qazbinə kəndində yerləşir. Gördüyünüz bu yol da həmən torpağa gələn yoldur. Gördüyünüz belə bir gözəl yolu olan bir yerdir. İndi mən sizə torpağın təqdimatını etmək istəyirəm. Değerli izleyiciler, size dediyim torpaq sahəsi gördüyünüz bu fındıq bağıdır. Fındıq bağı olmağına baxmayaraq bura təyinatı həyətyanı torpaq sahəsi kimi gedir. 51 sotuqdan ibarətdir və burada 100 ağaçdan ibarət fındıq ağaçları əkilibdir, ərsəyə gətirilibdir. Gözəl fındığı olan belə bir bağdır. Ancaq təyinatı həyətyanı torpaq sahəsi kimi gedir. Yəni burada tikinti tikmək üçün də icazəli bir torpaqdır. Yəni yaşayış evi tikmək üçün də icazəli bir yerdir. Gördüyünüz bu torpağın kənarından belə bir gözəl su axır. Yəni gələcəkdə bağı fındıq ağaclarının sulanması üçün də burada gözəl şərait var. Yerin kənarından su axır. Yəni gözəl yolu var. Yəni Qazbinə kəndi deməyinə baxmayaraq tras yoldan bura 400-500 metrə məsafə var və şəhərə düşən ərazi ilə sərhəddədir. Gördüyünüz bu torpaq sahəsi. Belə bir qəşəng yer satışa çıxarılıbdır. 51 sotuqdan ibarət bir yerdir. Kupçalıdır. Yəni kupçası olan bir yerdir. Gördüyünüz belə dağ mənzərəli qəşəng bir yerdə yerləşir. Gözəl bir təbiəti olan yerdir. Belə bir yerə sahiblənmək istəyən bizimlə əlaqə saxlayıb geniş ətraflı məlumat əldə edə bilər. Torpağın qiyməti videonun altında göstəriləcəkdir və yenə təkrar edirəm, ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Dinlədiyinizə görə sağ olun, sağlıqla qalın.